Salam dostlar. Bu günləri İstanbulun 3-cü günündəyik. Ad günümdür bu gün. Gedəcəyik Fenerbahçe stadion gəzməyə. Kadıköy turu da var. Bu gün vloqumuzun ən maraqlı hissələrindən biridir. Çünki yanımızda Həsən abi var. Da abi sən də, sən məndən əməli başı yaş var. Hamının tanıdığı Azərbaycanın basketbol səhifələrinin fəxri Hoopers from Azərbaycanı Həsən abi yaradıb. İndi Həsən abi ilə gedəcəyik sabahlar Avroliqa oyununa. Qlobala çıxırıq, qlobala oynayırıq. Yox, social media menecerdir. Adminsən də, sən Hoopers'ın admini. Baxasan, heç çat var, gəmidəyik. Mənim ən böyük arzularımdan biridir ki, Kadıköy'ə gəlim, Fenerbahçe stadionu gəzim. 24 yaşımda qismət oldu. Həmişə bunu xəyal eləmişəm. Yox bu ya, yaxşı. Oyda. Alex baba, babamızdır. Babamızdır. Komisyoncu Alex. Can Bartu. Ben basketbol and futbol komandasıyım. Reis. Sen bana çeksen. Hə. Allah haqqı. Ölkəmizdə işləyən Türk basketbol mütəxəssislərindən üzr istəyirəm. Ola ki, ətimizin dadı yoxdur. Deməli, bizim səhv fərqi yoxdur, bunu göstərirəm. Göstərir, biz smetan çəkirsən çıxır. Şeylər. Belə edirsən. İndi əsas məsələ bu soğandır, bunu başa bıraxırıq. Onu da götürürsən. Belə şey edirsən. Öyle də Türkiyədə yaşayır. Bunlar kimi bir şey olur. Vətəndaşlığın var. Nə belə edirsən. Gəlirsən belə, belə, belə. Amma axırıncını buradan belə edirsən. Dostlar, yəni biz Türkiyəyə gələndən belə yemək yeməmişdik də. Yəni müəllim, təşəkkür edirəm sizə. Əli çökür Allah. Özü də dünən nə yemək yemir ki, bu gün gəlib bizlə yeyir. Allah'ım, cənnət. Forma almağa gəldim, söz verdiyim kimi, amma Kante gəlir. Levent Mərzan gəldi. Kante gəlir, bilmirik yanaq sıraya forma imzalatdıramıyorsun. Həmin Fenerbahçe indi var, sabah gedəcəyik uduzacaq. Ama gece 20 falan. Əsəbləş dostlar. Deməli bizim oyuna az qalıb. Bu gün Avroliqa oyununa gedəcəyik. Yəqin ki bunu vlogun başqa bir hissəsi eləyəcəm. Sıfırdan başlayacağıq da. Ya da başqa bir vloqa baxacağam və görüm. İndi şey oynayacağıq. Adı nədir? Fener. Kimsə Fener götürəcək. Nə götür? Dostlar, uduzdum, amma qəşəng qovurmuşam düzdür qoyacağam. Müəllim utdu 3-1. Başarırıq da. Of meydan oxumamı eləmişəm. Ey, hə. Bakıda bunu rəvaç eləyir. Bilmirəm videoda çıxıb ya. Qoyarıq. Təkrarırsan, təkrarla. Ben Ender Plasxanaya meydan oxuyuram. Bakıya gələn kimi bulurda sən belə qəşəng udum. Yaman xod gedirmiş Bakıya ki, məndən bomba bulur oynayan yox. Valla bulur oynaya bilməm, yalan deyər. Nə bilim, mən özümü tanıyandan Fenerbahçe eləyirəm. Bilənlər bilir. Həmişə xəyalım olub ki, stadionu gəzim. Bu günlərdə o xəyalları axırki 24 yaşımda yerinə yetirəcəm. Bundan sonra bir Barcelona turu gələr. Bir də ki, nə bilim, NBA-də hansısa oyunu çəksəm həyəcanlanaram. Çünki axşam Euroleague-in oyununu çəkirəm. Belə, özünüzə inanın, əsas özünüzə inanmağıdır. Qalan boş şeydir. Kim nə deyir, kim nə demir. İmkansız heç nə yoxdur bu həyatda. Geri stadiona. Evet, fotoğraf ve videoları aşağıdaki balkon alanda devam edelim. Git. Allah haqqı. Ayda oyuna təsəvvürə baxışanda burada. Dəhşətdir söz. Özdə stadion gör necə yaxında azərkeşlərə. Adam.
Şəkəni də hazırla edeyim. Çox. Aykut hocam Aykut səhətdə bir 6 vaxtı yiyir. Aykut hocam. Amma düzünə Tedesco. Muzeyindəyik. İndi sizə buradakı bütün kubokları göstərəcəm. Gətirmişim bizə. Bax, yəni buradakı bütün kubokları görürsünüz də indi. O birisi. Deyil, futbol kuboklardan. Bu kubokların hamısı bizlə o zarafat edirlər ki, sizin kubokunuz yoxdur, axırıncı dəfə 10 litr bundan kuboklar. Bu kubokların hamısı o zarafat edənləri. Sənin məndi için bizim klubu 10 il dala atan adamdır. Evet. Bu adamdır bu. Bunun Bu da yardım. Bu adam böyle adam. Ama bu Bunun şəkli ümumiyyətlə bura vurulmamalı. Sen bipləyərsən də bu. Hə, sök. Bu da ki görəydi. Bu da görəydi. Bu yaxşı başla. Əgər hörməti mənliyi çatsa susuram. Bizim 2016-17-ci sezon Turkish Airlines Belə bir soruşum səndən. Bu sastadakı ən favori oyuncu. Bobby Dixon. Bir də Bogdan. Hə, Bogdan. Bu son bir ildə bəlkə də xəyal idi ki, mən hansı Avroliqa oyununu çəkim falan eləyim. Amma inanmırdım ki, bir Azərbaycanlı olaraq gedib belə bir oyunu çəkə bilərəm. Təşəkkür edirəm ilk öncə federasiya rəsmilərinə, Turqay bəyə ki, mənə belə şans tanıdı. Hal-hazırda Fenerbahçe Real Madrid oyunundayıq. Oyun başlamadığına hələ 1-2 saat var, amma biz buradayıq. Təbii ki. Değerli basketbol severler, Aşırı taraftarlarıyla imzalı forma için Stadion deyirəm, sizə stadion. dünyanın en güzel takımı geliyor. Salam. Deməli, dünənki oyunun ümumi rəyini bildirəcəyik. Fikirləşdik ki, podkast qabağı oturub danışaq. Çünki orada imkan olmadı. Biz əslində başqa cür gözləyirdik hesabı falan. Yel oynan kontent falan çəkəcəkdik. Alınmadı. Çox heyif. Amma yenə də play-off'a çıxdılar. Görək nə olacaq. Mən sizlə danışıb tək danışmaq istəmirəm. Təşəkkür edirəm bu arada. Durub oradan basa-basa gəlmişdiniz mənim üçün. Oyuna baxmağa yanımda oldunuz 3-4 gün. Bütün İstanbulu gəzdirdi. Sponsor oldu mənə. Mən Vüsal çox sağ ol deyəcəm çünki yəni belə deyək də
o təcrübəni dadmaq ayrı bir şeymiş. Azərbaycanda düzdür, oyunlara belə rahat baxdım. Albaniya falan da getmişəm, onu danışacağıq o podkastda. Yəni və azarkeş olduğum komandaya belə yaxından baxmaq, belə içinə getmək yaxşı oldu, amma kaş ki daha yaxşı nəticə olardı. Təbii ki. Amma indi görəydik, indi oyun haqqında mən fikirlərimi dindim yoxsa? Deyil, problem deyil. Yəni mən ilin əvvələn demək olar bütün oyunlara baxmışam, növbətdə olduqlarımı çıxsaq. Yəni sezon belə olmağı biraz qəribə gəlir, çünki axır 8-10 7 məğlubiyyət oldu Fenerbahçe Beko. Və mən həmişə şey deyirdim dostlarıma ki, birinci olmağın adı yoxdur. Yəni birinci olmasa da, ikinci olsa belə ən əsas ki, play-off üçün ev sahibi avantajını götürək. 2 oyun evdə oynayalım. Gəldiyimiz nöqtədə artıq bizdən asılı deyil. Oturub gözləmək lazımdır. Biz gedib Asfeldə utsaq, orada Hapoel'in 2 oyunu var, Real'ın oyunu var. Oturub onları gözləmək lazımdır. Yəni gəldiyimiz nöqtə çox pisdir və Hapoel'lə də düşsək İstanbulda oyun olmayacaq. Eynən. Bilmirəm. Amma mən də komanda ilə şarası da inanıram görək. Əslində beləsinə qalsa dünənlər Real Madridin oyunu da o qədər ürək açıcı deyildi. Əslində ümumi mən atmosfer haqqında danışmaq istəyirəm. Çünki Fenerin oyunlarına ara bir baxırdım. Düzdür, təkrarlara baxırdım, hesablara baxırdım, fanatik baxmalıyıq. Amma elə olurdu ki, məsəl üçün oyun vaxtı ilə üst-üstə düşürdü də, Azərbaycandakı oyunlarla üst-üstə düşürdü və hesaba baxırdım sadəcə. Kritik oyunlara baxırdım təbii ki. Amma yəni mən keçən il bu işə başlamışam, bu sahədə işə, basketbolda. Düzdür, maraq var idi əvvəlcədən baxmağa falan. Amma yəni inanmırdım ki, mən bir ildən sonra Avroliqa oyununu çəkeyim. Çox qəşəng experience idi və mən artıq qarşıma qoymuşam ki, növbəti inşallah ki Final Four alınlar, hardasa görərlər, eləyərlər. Sən də götürərəm gedərəm. Mən bu tempimlə çətin amma görəydim. Amma olmasa da gələn il mütləq ki Türkiyəyə 4-5 dəfə gələcəm oyunlar çəkməyə. Çünki bir mərhələdən sonra okey Azərbaycan basketbolunun mediasını hansısa bir səviyyəyə çatdırmalıyam. Bu mənim ilk məqsədimdir ki, hansısa səviyyəyə çatdırım və orada kimisə qoyum mən harasa gedib. Yəni basketbol bunun podkastda davamlı danışacağıq, amma təbii ki, təşəkkür edirəm federasiyadan, əsas da Turqay bəyə. Doğrusu mən Famil bəyə yaxınlaşdım ki, Turqay bəy demək istəyirəm, bilet almaq istəyirəm. Mənim ad günüm idi. Oyuna gedib baxım. Birinci futbola getmək istəyirdim. Sadəcə biletləri bilirsiniz burada mümkünsüz qiymətlərədir. Sonra basketbola orada Famil bəy dedi ki, Turqay bəyə biz deyərik, bəlkə sənə akkreditasyon verdi. Elə oldu, danışdıq. Hardasa mart ayının əvvəli artıq mənim gedəcəyim məlum idi. Sonra Həsənə dedim, Həsən dedi əla, mənə bütün hər şeyi başa saldı. Martın ortası dedi ki, mən də gəlirəm. Obşin, bilet falan. Mən də elə oldu ki, daha mən Fenerbahçenin marketing direktoru ilə tanış eləmişdilər. Biz artıq onunla əlaqədə idik və ona da yazdıq ki, şeydir. Anladı, bizdən bir dostumuz da gələcək. Dedi, problem deyil, ona da akkreditasyon. Social media manager. Əslində belədir. Baxanda adamın həkim olmağına baxmayın. Adam Azərbaycan basketbolu üçün çox şeylər eləyib. Mən yəni nə bilim, universitetdə oxuyanda birinci kurs, ikinci kurs adam basketbol üçün nələr eləyir də, liqa açılandan, yəni düzlüyünü pasiv deyil, onu da qaydasına salacaq, podkastda danışacağıq. Amma belə oyun atmosferi bomba, oyun fan zona, insanları əyləndirmək, yəni bunları görməsəydim, mən Azərbaycanda yeniliyi eləyə bilməzdim. Ona görə yenə də bir daha federasiya rəsmilərinə, əsasda Turqay bəyə minnətdarlığımı bildirirəm, təşəkkür edirəm həqiqətən. Belə. Və mən sana bir şey deyim, özür də kəsim üzrə, oyun mənim dostlarım vardı ki, hansı ki sezon biletləri var da kombinə deyirlər. Dünənləri danışdım bir çox ilə Akşenovə gələndən sonra. Dedilər ki, dünənki atmosfer bu ilin ən belə pik olan atmosferidir, çünki artıq oyunun əhəmiyyəti də çox böyük idi. Azarkeş cəhətdən də sənin üçün çox yaxşı oldu. Mən sənə orada dedim ki, televizordan baxanda da mən belə bir atmosferi görmədim. Eynən və möhtəşəm videolar çəkmişəm, onları da sıradım. Bu arada dünən elə video istədik bir dənə paylaşaq. Həsən dedi ki, filan fraqmenti qoy, bomba olacaq, bura yerləşdirərəm. Sağ olsun Hupus Türkiyədə qəbul edib. Bomba idi, yəni kaş udardılar. Utsaydı çox daha fərqli olardı, yəni şarası falan da bir şey olacaqdı. Utsaydılar, yəni yılın ilə kontent çəkəcəkdik, oyuncularla nələrsə çəkəcəkdik. Amma yenə təşəkkür edirəm. Əsas da Gökhan bəyə. Belə, oyun haqqında ümumi
fikirlərimi bildirdim. Mən atmosfer haqqında bildirdim. Biraz sakitçiyə riayət edirik, oteldir. Həm də ki podkastda özümüzü saxlayırıq. Belə təşəkkürlər. Böyük ehtimal bu videodan sonra podkastı paylaşacağam. Burada i butonu olacaq hardasa. Podkastda da baxın mütləq. Uzun-uzun danışacağıq. Təşəkkür edirəm. Bir də ki motivasiya olaraq onu deyirəm ki, yəni keçən il mən hardaydım? Ondan əvvəlki il əsgərlikdə xidmət edirdim Tovuzda. Yəni özünüzə güvənin, qalanı boş şeydir. Yəni imkansız heç nə yoxdur. Düzdür, indi bu mənim üçün bəziləri üçün böyük gəlməyə bilər. Nədir, Türkiyədə oyuna gedib çəkimsən. Amma məncə bu yeni bir mərhələnin başlanğıcıdır mənim üçün. Görək inşallah yaxşı olar. Podkasta baxın, orada daha dolğun danışacağıq.